yaygındır bugün Müslüman toplumların içərisində. Baxırsan oturur bekarçılıqdan bir gün ona qulaq asır, bir gün buna qulaq asır, bilmir nə danışır. Hamıya qulaq asır, deistə də qulaq asır, irca əhlinə də qulaq asır, şiiyə də qulaq asır, Quraniyə də qulaq asır, hamısına qulaq asır. Axırda birinin mütləq toruna düşür. Onun üçün şəriət bunu haram edib ki, bu sədd-i zəriə, baş verəcək pis şeyin qarşını almaqdan ötürü bidətini dinləmə. Əmin deyilsənsə birisi, danışan adam əqidəsi əmin olduğun bir kəs deyilsə, ondan din öyrənmək olmaz. Necə ki, sən əmin olmasan ki, xəstəsən, sənin müalicə edəcək bir həkim, o işin mütəxəssis deyil, qasarsan ondan. Yəni, gəlmirsən, xəstələnmirsən, həkimin yanına gedirsən, soruşursan, 50 adamdan soruşursan ki, necə həkimdir? Biri deyir, mən getdim, müalicə oldum, mənə yaxşı təsir etdi. Baxırsan ki, hamı buna deyir ki, bu həkimdir, təhsillidir, gedirsən onun yanına. Lakin ciyərivi, böyrəyivi, dalağı, qarnıvı, nə bilim, qıçıvı gedib sıradan yoldan keçən həkim olmayan bir adama təslim etməzsən. Ancaq qulağıvı, dinivi, əqidəvi kimə gəldi, verirsən deməli, sənin üçün mədə bağırsaq, böyrək, ciyər dindən daha əhəmiyyətli bir şeydir. Canıva necə həssasiyyətlə yanaşırsan, xəstələndə, dinin ondan qiymətlidir. Dininlə gedib girəcəksən cənnətə ya da cəhənnəmə. Onun üçün dini qorumaqdan ötürü gərək bidət əhli olan, əqidəsi doğru olmayan insanlar haqq danışsalar da belə qulaq asmayasan. Çünki bilmirsən, o haqqı danışanda onun içərisində hara batılı pişib sənə yedizdirəcək, onu sən bilmirsən. Əməl etmirlər insanların çoxsu. Nə qədər bu son 10 ildə, 15 ildə bu əqidədən dönən insanlar oldu, hamısının ged araşdır görəcəksən ki, səbəbi bu olub. Kiməsə qulaq asıb, kimdənsə təsirlənib və sonra dindən uzaqlaşıb, sünnətdən uzaqlaşıb, mürtəd olub və s.